Maraqlı bir sual verəcəm sizə. De. Siz masonsunuz. İnsanın mənəviyyatının yüksəldilməsi, insanın öz daxili mənini kəşf etməsi və sair kimi masonluq fəaliyyətlərlə məşğuldur. Heç bir mason olduğunu qəbul eləmir. Klassik insan və klassika insanı daha çox overthinking deyirlər, daha çox düşünən, daha çox dərin düşünən. Yüksək zövq və nəcib dəyərlər. Bəli. Kriptoqrafiya informasiya təhlükəsizliyi ixtisasının elmidir. Kriptoqrafiya sadəcə şifrələmə deyil. O nə kimi boşluqlar görə bilər? Yəni şifrə qoyan zaman öz akkauntuna həmin şifrənin simvol sayı çox olsun. Azərbaycan Respublikası Prezidenti yanında dövlət sirrinin qorunması üzrə idarələrarası komissiya var. Azərbaycanda o mövzuda podkast yoxdur. Xeyr, yoxdur. Hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız kriptoqrafik innovasiyaların tədrisi xidmətinin rəhbəridir Həsən Məmmədov. Xoş gəlmisiniz. Xoş gördüm sizi Cavanşir bəy. Necəsiz? Sağ olun, siz necəsiz? Sağ olun, yaxşıyam. Həsən bəy, bizdə adətən indi mən aparıcı və ya jurnalist deyiləm. Mən adətən qonaqları çağırıram müzakirə məqsədi ilə. Amma sizin sahə mənə o qədər uzaqdır ki, çalışacağam ki, ümumiyyətlə danışmayım. Mövzumuz kriptoqrafiya və kiber təhlükəsizlikdir. İndi kiber təhlükəsizliyi ilə bağlı çoxları danışır, amma kriptoqrafiya biraz daha az bilinən bir sahədir. Kriptoqrafiya ilə kiber təhlükəsizliyin fərqləri və yaxud da onların arasında əlaqə, yəni bu kontekstdə istərdim. Təşəkkürlər Cavanşir bəy, mən də sizi xoş gördüm burada. Kriptoqrafiya və kiber təhlükəsizlik bir-biri ilə çox əlaqəli sahələrdir və bir-biri ilə koordinasiyalı şəkildə çalışan, biri olmasa digəri olmayan tipli sahələrdir. Müəyyən qədər fərqləri var təbii ki. Kiber təhlükəsizlik və kriptoqrafiya əsas belə deyək, ortaqlaşır informasiya təhlükəsizliyi sahəsində. Çünki hər ikisi də informasiya təhlükəsizliyinin bir hissəsidir. Bir növ informasiya təhlükəsizliyi ixtisasını biz götürsək məsələn universitetlərdə və yaxud ixtisas olaraq müəyyən peşə sahələrində onların hər biri informasiya təhlükəsizliyinin bir hissəsidir. Yəni kriptoqrafiya da ona tabedir, kiber təhlükəsizlik ona tabe olan bir sahədir. Fərqlər nədən ibarətdir? İnformasiya təhlükəsizliyi elmi özü ümumiyyətlə məlumatın qorunması elmidir, yəni informasiyanın qorunması elmi. Kiber təhlükəsizlik məlumatın sadəcə rəqəmsal mühitdə qorunmasıdır. Əsas fərqlər ilkin olaraq buradan başlayır. Kiber rəqəmsal mühitdə məlumatın qorunması, digəri isə məlumatın ümumən qorunmasıdır. İstənilən bir mühitdə, həm fiziki şəkildə, həm rəqəmsal mühitdə, elektron formada və s. Ümumən qorunması kriptoqrafiyadır yəni. Belə deyək, kriptoqrafiya informasiya təhlükəsizliyi ixtisasının elmidir. Yəni bunları biz bu cür belə deyək, klassifikasiya etmək lazımdır ki, məsələn bu həm gənclər bununla bağlı maariflənsin, həm ümumiyyətlə ictimaiyyət bilməlidir ki, informasiya təhlükəsizliyi bir elm deyil, bir ixtisasdır, bir peşədir. Onun elmi kriptoqrafiyadır. Və digər bir elmi deməyək, kiber təhlükəsizliyi biz elmi yox, daha çox bir istiqamət, bir peşə deyə bilirik, kiber təhlükəsizlikdir. Və bu ikisi birləşərək informasiya təhlükəsizliyi elmini yaradır ki, kriptoqrafiya özü də əslində birbaşa informasiya təhlükəsizliyindən qaynaqlanmır. Kriptoqrafiya özü də kriptologiya elminə tabedir. Yəni burada bir iyerarxiya görürük biz, çoxlu bir-birindən budaqlanan ağac sistemi bir növ. Kriptologiya elminin bir qolu kriptoqrafiya olmaqla digər qolu kriptoanalizdir. Kriptoanaliz isə kriptoqrafiyadan fərqli olaraq məlumatların analizidir, yəni kriptoqrafik analizidir. Kriptoqrafiya isə bildiyimiz kimi məlumatların şifrələnməsi və deşifr olunmasıdır. Müəyyən platformalarda, müəyyən belə deyək, məqalələrdə bununla bağlı qeyd olunur ki, bəs kriptoqrafiya sadəcə şifrə elmidir, yəni şifrələmə deməkdir. Ancaq bu yanaşma doğru yanaşma deyil. Çünki kriptoqrafiya sadəcə şifrələmə deyil və kriptoanaliz sadəcə deşifrə adlandırılır. Bu çox subyektiv bir yanaşmadır. Çünki kriptoqrafiya və kriptoanaliz hər biri həm deşifrə, həm də şifrəlmə prosesini apara bilir, icra edə bilir. Yəni biz burada məlumatın qorunması elmindən danışırıqsa, bunlar həm məlumatın açılması, həmçinin məlumatın təhlükəsizliyinin təmin olunmasına daxil olan sahələrdir. Qısa biraz sizə məlumat verək ki, kriptoanaliz ümumiyyətlə necə istifadə olunur həm deşifrədə, həm şifrələmədə. Ümumiyyətlə şifrələmə dedikdə biz təbii ki, məlumatın aidiyyəti şəxslər tərəfindən oxunması deməkdir. Ki biz məlumatı şifrələyir və məlumat sadəcə aidiyyəti şəxs tərəfindən oxuna bilər, hər hansı üçüncü şəxslər üçün əlçatan olmamalıdır. Və yaxud həmin şəxslər məlumatı əldə edərsə belə, o məlumat oxunaqlı halda olmamalıdır. Deşifrə isə məlumatın açılmasıdır. Məsələn, deşifrə və qırmaq fərqli anlayışlardır. Yəni deşifrə, decryption, şifrələmə, encryption, deşifrə məlumatı məhz bizim göndərdiyimiz alıcı tərəfin açması deməkdir və bu da təbii ki, səlahiyyətli şəxsdir. Məlumatın qırılması artıq başqa anlayışdır. Məlumatın qırılması üçüncü şəxsin daxil olan bir prosesdir. Gəlincə kriptoanaliz özü də hər iki prosesdə bizə köməyə gəlir. Məsələn, biz sayılı olaraq bildiririk ki,
Məsələn, hər hansı bir məlumatı analiz edək və yaxud məsələn bugünkü baş verən hadisələri analiz edək. Kriptoqrafiya da bu kriptoanaliz etməkdir. Yəni şifrəli mətni biz analiz yox, kriptoanaliz edirik. Kriptoqrafik yəni şifrəli analiz deməkdir. Bu həm deşifrədə, həm şifrələmədə istifadə olunur. Məsələn, biz məlumat şifrələyirik. Məsələn, mən sizə məlumat ötürürəm, A nöqtəsindən B nöqtəsinə məlumat ötürülür. Və mən öz şifrələdiyim bir neçə faktorlu və ya bir neçə üsullarla, asimetrik, simmetrik kriptoqrafiya və yaxud digər növləri ilə şifrələdiyim şifrəli mətni şifrələyib son vəziyyətə gətirdikdən sonra onu analiz edirəm, kriptoanaliz edirəm ki, mənim şifrələdiyim məlumat nə dərəcə təhlükəsizliyi təmin olunub, hansı səviyyədə. Kriptoanaliz necə aparılır burada? Yəni təbii ki, indi biz onu sözdə bildiririk ki, yoxlanılır təhlükəsizliyi, sual yaranır insanlardakı necə. Bu ondan ibarətdir ki, məlumatın ümumi simvol sayı, yəni şifrəli mətn ümumi neçə simvol əhatə eləyir, həmçinin simvollar arasında neçə hərf, neçə rəqəm var və həmin hərflər, rəqəmlərin neçə təkrarı var. Və orada entropiya çox vacib rol oynayır. Entropiya təsadüflük dərəcəsi deməkdir kriptoqrafiyada və ümumiyyətlə informasiya nəzəriyyəsində bu istifadə olunan bir termindir. Entropiyasına baxılır ki, məsələn, orada nə qədər hərf təkrarı var və nə qədər rəqəm təkrarı var. Bunların hamısı həmin məlumatın nə qədər təhlükəsizliyinin təmin olunmasından bizə xəbər verir. Və mən bunu sizə göndərməmişdən öncə A nöqtəsindən B nöqtəsinə gedən yolda əgər üçüncü şəxs məlumatı əldə edərsə, bizim nə kimi risklərimiz var və hansı boşluqlarla aşkar edə bilər, mən bunu analiz edirəm. Bir növ mən burada məlumatı şifrələyən şəxs və göndərən şəxs olaraq burada məlumatı deşifrə edənin gözü ilə analiz edirəm. Çünki biz dedik axı şifrələmədə və deşifrələmədə hər ikisində istifadə olunur kriptoanaliz. Və mən onu şifrələyən tərəf olaraq kriptoanaliz etməliyəm ki, ilk öncə onu deşifrə edən də bu prosesi, eyni prosesi icra edərsə, o nə kimi boşluqlar görə bilər? Yəni mən onun görəcəyini öncədən özüm görməliyəm. Dediyim kimi, ya, o necə görürük onları, hərf rəqəm aralığı, ümumiyyətlə təkrarlar, simvol sayına qədər və s. ümumiyyətlə məsələn orada hərf, rəqəm, simvollar istifadə oluna bilər. Bunları analiz edirik. Yəni qısaca desək, kriptoqrafiya və kriptoanalizlə bağlı məlumatlar tam olaraq bundan ibarətdir. Yəni proseslərin qısa xülasəsi belə deyək bunlardır. Və əsas fərqə gəlincə isə kriptoqrafiya ilə kiber təhlükəsizliyin. Kiber təhlükəsizlik məlumatın sistemlərdə, şəbəkədə, ümumən rəqəmsal mühitdə, istənilən rəqəmsal mühitdə şifrələnməsi deməkdir. Ancaq kriptoqrafiya məlumatın şəxsən özünün fərdi olaraq şifrələnməsidir və məlumatın açar vasitəsilə qorunmasıdır və yaxud açar generasiyasıdır, məlumatın kriptoanalizidir, ötürülməsidir. Yəni qısaca desək, kriptoqrafiya şifrələmə zamanı təhlükəsizlik sferasında məlumatın özünə fokuslanır və məlumatın özünü şifrələyir. Kiber təhlükəsizlik isə sistemləri, portları, ümumi olaraq məlumat mübadiləsində olan prosesləri şifrələyir. Sadə bir insan, X bir insan, yəni fərqli sahədə olan insan kriptoqrafiyanı ümumiyyətlə bilməlidirmi və ya əgər bilməlidirsə, bunu hansı formada bilməlidir və nə qədər müddətə, neçə aya mı deyim, neçə ilə mi deyim, öyrənə bilər? Çox gözəl sualdır. Çox üzr istəyirəm və bu nə işinə yarayacaq o adamın? Yəni o sahədə olmayan bir insan nə işinə yarayacaq? Təbii ki. Belə deyək də, hər kəs kriptoqrafiyanı müəyyən qədər bilməlidir. Yəni ən azından cəmiyyətimizdə kriptoqrafiya sözünü eşidən zaman onun nə olduğunu bilmək lazımdır ki öncə. Yəni bu nədir, belə bir şey eşitməmişəm deyə bir müraciət artıq çox yanlışdır və təbii ki, onun adının nə olduğunu bilməyən şəxs onun ümumiyyətlə daxili prinsiplərini də bilməyəcək. Təbii ki, bilməlidir hər bir fərd, ümumiyyətlə vətəndaş cəmiyyəti kriptoqrafiya ilə bağlı məlumatlı və maariflənməlidir. Niyə görə? Çünki kriptoqrafiya bir tək informasiya təhlükəsizliyi sahəsində çalışan şəxslər üçün vacib deyil. Həmçinin gündəlik həyatımızda biz bilirik ki, hər bir şəxs sosial şəbəkə istifadə eləyir. Hər bir şəxsin bank istifadəçisi, müəyyən bank kartları var və yaxud hüquqi şəxslər bank hesabları və s. Yəni rəqəmsal mühitdə gündəlik həyatda hər kəs istifadə edir müəyyən rəqəmsal platformalardan. Və məhz bu səbəbdən kriptoqrafiya bilmək vacib rol oynayır burada bizim məlumatları qorumaqda. Ən azından biz şifrə təyin etdikdə, şifrə çox vacib bir faktordur. Ümumiyyətlə yaşanan kiber təhlükəsizlik və kiber dələduzluq hallarında əsas vacib faktor təyin olunan zəif şifrədir istifadəçi tərəfindən və istifadəçinin belə deyək, yaratdığı zəif şifrə onun məlumatının ələ keçirilməsinə birbaşa şərait yaradır. Bu səbəbdən kriptoqrafiya sadəcə nəzəri səviyyədə və yaxud təməl səviyyədə bilinməsi vacibdir ki, gündəlik həyatında da həmin şəxs istifadə etdiyi sosial şəbəkələrdə və yaxud bank hesabında öz təhlükəsizlik məlumatlarını və məxfi kodları qorusun. Həmçinin şifrə qoyan zaman öz akkauntuna həmin şifrənin simvol sayı çox olsun. Bunlar çox vacibdir, çünki hal-hazırda yəni ümumiyyətlə sosial şəbəkələrin qırılması prosesində
vacib rol oynayan şifrələrin qısa olmasıdır. Qısa şifrələr, məsələn, ad, doğum tarixi və yaxud ad, soyad, yəni bu tip qısa simvol sayı olan şifrələr qarşı tərəfin məlumatın qırılmasını çox tezləşdirir. Çünki orada məlumat qırılan zaman xüsusi generatorlar olur, kod şifrə generasiya edən proqramlar var ki, onlar milli mikrosaniyə ərzində bir neçə təbii ki, onun belə deyək bir kodeksi var, bir generasiya mühiti var ki, o A-dan Z-ə əlifbada olan hərflərdən və desimal, onluq say sisteminə əsasən rəqəmlərdən və simvollardan ibarət. Ümumiyyətlə, şifrələri müxtəlif versiyalarda generasiya eləyərək tutuşan ilk şifrə sayəsində artıq hesabı açmış olur. Və bir hesabın, bir bank akkauntun və yaxud sosial şəbəkənin şifrəsi nə qədər uzundursa, o generasiya prosesi o qədər uzanır və cəhdlər o qədər çoxalır. Bu səbəbdən kriptoqrafiya gündəlik həyatda da vətəndaş cəmiyyəti üçün çox vacibdir. Və təbii ki, bunun bir qanuni tərəfi də var, hüquqi tərəfi də var. Bu barədə mən araşdırdığım qədərlə ən vacib, ən mühüm sənəd Prezidentin sərəncamıdır. Prezident İlham Əliyevin sərəncamıdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədi ilə qərarı alıb prezident. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiyası təsdiq olunub. Burada təbii ki, Nazirlər Kabinetinin bu sərəncamın birinci hissəsi ilə təsdiq edilmiş strategiyanın həyata keçirilməsi, hansı ki, Nazirlər Kabineti həyata keçirir və bu sərəncamdan irəli gələn digər məsələlər həll olunsun. Qərara bu cür alınıb. İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyası var və bu komissiyanın da deməli strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsini təmin etməlidir. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat verilsin. Bu kontekstdə işlər hansı səviyyədədir, hansı mərhələdədir, hansı işlər görülür və hansı inkişaf var ölkədə? Belə deyək də, bu məsələlərlə bağlı ümumiyyətlə kiber təhlükəsizlik infrastrukturunun ölkəmizdə qurulması ilə bağlı son 2-3 ildə çox böyük inkişaf var, çox böyük, yəni biz proqres müşahidə edirik bununla bağlı. Buna biz ən gözəl nümunə, ən qürurverici nümunə gətirə bilərik. Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kiber Təhlükəsizlik Mərkəzinin yaradılması ki, ölkəmizdə dövlətimizə təhdid ola biləcək bütün prosesləri şəxsən Milli Kiber Təhlükəsizlik Mərkəzi analiz edir, bunların monitorinqini aparır. Həmçinin ölkəmizə olunan kiber təhdidlərin qarşısının alınmasıdır və yaxud onlara müəyyən cavabların verilməsidir. Bunların hər birini Milli Kiber Təhlükəsizlik Mərkəzi Dövlət Təhlükəsizlik Xidmətinin Davud Rüstəmovun belə deyək, rəhbərliyi altında çox qürurla, çox gözəl səviyyədə icra edir. Həmçinin bizim çox uzun müddətdir fəaliyyət göstərən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kompüter insidentlər qarşı mübarizə mərkəzi ki var. O qurum özü MKM yaradılmamışdan öncədən adından da göründüyü kimi kompüter insidentlər qarşı mübarizə mərkəzi olaraq ölkədə fəaliyyət göstərir. Cinayətlərin, kiber cinayətlərin və ölkəyə təhdid ola biləcək ümumiyyətlə dövlət qurumlarının saytlarına və yaxud dövlət belə deyək, bazasına, ümumiyyətlə kiber terror olsun və yaxud müəyyən kiber təhlükəsizlik mühitində dövlətə təhdid olan cinayətkarlıq halları olsun, onların hər birinin qarşısını almaqdadır həmin qurum CERT-Gov-AZ. Əlavə olaraq hər kəs bunu bilir ki, vətəndaş cəmiyyətində ümumiyyətlə vətəndaşlar arasında kiber cinayətkarlığın və dələduzluq hallarının qarşısının alınmasına bağlı Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıq qarşı mübarizə baş idarəsi fəaliyyət göstərir. Yəni ölkəmizdə kiber təhlükəsizliyi üzrə qanuni müstəvidə qurumlar yetəri qədər koordinasiyalı şəkildə çalışır və hər bir bizdə hüquq mühafizə və xüsusi xidmət orqanlarında cənab Prezident İlham Əliyevin sərəncamı ilə kiber təhlükəsizliklə bağlı aidiyyətli idarələr yaradılır və bunların inkişafı olsun, bunların yeniliklər gətirməsi olsun, yeni kiber təhlükəsizlik sistemləri və s. hər biri ilə bağlı addımlar atılır. Həmçinin bizim Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsi tərəfindən bizim Qarabağ müharibəsi dövründə İsrail dövlətindən alınmış radioelektron mühafizə sistemləri olsun, bunlar çox böyük məbləğ alınmış, belə deyək, avadanlıqlar, stansiyalardır İsraildən, belə deyək. Bunlar hər biri də bizim təbii ki, Qarabağ müharibəsində qələbəmizin, zəfərimizin kiber mühitdə çox vacib faktorlarıdır, əvəz olunmaz faktorlarıdır ki, rəqəmsal mühitdə bu REM stansiyaları deyirlər. Hətta yeni fakültədə, yeni ixtisas da yaradılıb, artıq REM, REC, həmin o radioelektron mühafizə sistemlərinin idarə olmasından bağlı artıq
hərbi məktəbdə tələbələr yetişdirilir o fakültə üzərində həmin radioelektron mühafizə stansiyalarının idarə olmasından bağlı ki, onlar da qarşı tərəfin, düşmən tərəfin xüsurabitə avadanlıqlarının susturulması olsun, dinlənməsi olsun, onların tezliklərinin sıradan çıxarılması olsun və s. kimi bir sıra belə deyək, rabitə hücum proseslərinin, rabitə kəşfiyyat, rabitə kəşfiyyat proseslərini icra eləyir, həmçinin bizim öz rabitələrimizin qorunması. Yəni ölkəmizin kiber təhlükəsizlik infrastrukturu çox hər birimizə çox xoşdur ki, çox qürur duyuruq ki, ildən ilə artmaqdadır. Bəli, bu səviyyədədir və ildən ilə artmaqdadır. Həsən bəy, bu kriptoqrafiyanı öyrənmək bir insana nə qatar başqa, məsələn, hansı sahədə iş tapa bilər, nə qazana bilər maddi mənada? Çünki indiki insanlara bilirsiniz, maarifçilikdən, işin intellektual tərəfindən, texnik tərəfindən daha çox mən nə qazanıram? Bu işin belə deyək də məntiqi nəticəsi nədir? Mən harda iş tapa bilərəm? Hansı dividendlər əldə edə bilərəm bu və ya digər? Bu maraqlıdır. Kriptoqrafiya öyrənmək bizim deyək ki, bir gəncimiz bu işdə maraqlıdır, öyrənib nə qazanacaq o? Belə deyək də kriptoqrafiya əslində çox belə deyək, klassik bir sahədir. Nə qədər texniki bir elm olsa da çox klassik və klassika elmidir əslində və çox böyük səbr tələb edən bir sahədir. İlk öncə kriptoqrafiya elmini öyrənmək üçün insan səbirli olmalıdır. Yəni kriptoqraf olmağa doğru gedən yolun ilk faktoru, ilk tələbi səbirdir. Səbirli olmalıdır. Niyə görə? Çünki biz kiber təhlükəsizlikdə olduğu kimi hər şeyi sistemdə etmirik. Ümumiyyətlə kriptoqrafiya riyazi bir sahədir. Kriptoqrafiyada biz ali riyaziyyatla məşğul oluruq, Bizdə artıq ölkədə yeni təşəbbüslərimiz olur, neurokriptoqrafiya ilə bağlı və yaxud DNT kriptoqrafiyası ilə bağlı. Biz Bakı Dövlət Universiteti ilə əməkdaşlıq edirik. Hətta bizim yaxın günlərdə müəyyən qurumların iştirakı ilə bir birgə simulyasiyamız təşkil olunacaq bununla bağlı ki, kriptoqrafiya çox qəliz bir sahədir. Yəni xarici universitetlərlə əməkdaşlıq varmı? Xarici universitetlərlə? Xeyr, hələ ki xarici. Hələ ki ümidvaram olar. İnşallah ki, hələ ki öz ölkəmizdə istəyirik bunu təbliğ edək. Yəni ölkəmizdə bu sahə ilə bağlı gənclər maariflənsin. Məsələn, DNT kriptoqrafiyası adlandırılan sahə ilk dəfə 1994-cü ildə Amerikada Leonard Adleman tərəfindən səsləndirilib belə bir sahənin mövcudluğu ki, Azərbaycanda 94-dən bu yana belə bir sahənin mövcudluğu ilə bağlı hər hansı bir təbliğat və maarifləndirmə işləri aparılmamışdı. Ancaq DNT kriptoqrafiyasını ilk dəfə Azərbaycanda bizim qurum Kriptoqrafik İnnovasiya Tədris Xidməti 2024-cü ildə belə bir sahənin olduğunu artıq bəyan etdi və belə bir sahə ilə bağlı maarifləndirmə, həmçinin təlim-tədris işlərini başlatdı ki, Azərbaycanda da bu 2023-cü ildə işıqlandı bu sahə ki, bununla bağlı artıq addımlar atırıq biz müəyyən həm təlim-tədris sayəsində, həm bunun tətbiqi tərəflərini artıq araşdırırıq ki, bu laboratoriya şəraitində DNT və kriptoqrafiyanın sinxronlaşdırılması necə mümkün olacaq. Bəs sektor, sfera hansı sahələrdə iş baxımı ona da bir dənə şeylər toxunaq. Bunlara niyə vurğulayıram sizin üçün? Sahənin dərinliyi və çətinliyini anlamaq baxımından. Yəni bu sahələrə baxanda biz burada çox dərin və riyazi məsələlər görürük və böyük səbir tələb edən sahə görürük. O səbəbdən bu sahəyə hər kəs addım atması üçün gərək səbirli olsun və harda iş tapa bilər belə karyera yönümlü, karyera imkanlarından danışaq sizinlə qısaca. Karyera imkanları kriptoqrafiyanın bağlı adətən dövlət qurumlarında mövcuddur. Özəl sektorlarda, banklarda kriptoqrafiya çox dar çərçivədə istifadə olunur və demək olar ki, kriptoqraf deyə bir peşə də, deyə bir vakansiya da bizim qarşımıza çıxmır. Çünki kriptoqrafın işi banklarda çox primitivdir, çox belə deyək, sadə bir işdir və bizdə tədris olunan 5 aylıq kriptoqrafiyanın baza kursu, nə də 9 ay keçirilən kriptoqrafiyanın tam kursunda iştirak edərək orada əldə olunan biliklərin heç birini o bankda tətbiq etməyəcək. Çünki onların heç bir bankda lazım olmayacaq. Yəni siz konkret istiqamətdir bu. Yəni müəyyən bir o dərinliklər yəni bankda yoxdur. Bank mühitində o dərinliklər yoxdur. Bankda kiber təhlükəsizlik tərəfidir bankda. Dövlət qurumlarında isə gəlincə budur, təbii ki, hər bir dövlət qurumuna şamil olunmur. Çox barmaqla sayılı hətta qurumlar var ki, kriptoqrafiya ilə bağlı məşğul olur. Bunlardan başlıca qurum xüsusi rabitə və informasiya təhlükəsizlik dövlət xidmətidir. Kriptoqrafiya ilə ölkədə əsas fəaliyyət göstərir bu sahədə. Həmçinin xarici kəşfiyyat xidmətidir bu sahə ilə bağlı əsas ölkədə fəaliyyət göstərən və ölkəmizin milli strateji kriptoqrafik bazasının inkişaf etdirilməsi və öz milli üsullarımızın yaradılmasında həmin qurum çox böyük təşəbbüslər göstərir ki, bu belə deyək, çox göz önündə olmasa da biz bunu görə bilirik. Digər qurumlar məsələn çox şəxs bildirir ki, Dövlət Təhlükəsizlik Xidməti kriptoqrafiya orada lazım olur. Bildiririk ki, həmin qurumda kriptoqrafiya demək olar ki, yoxdur. Çünki həmin qurumun kriptoqrafiya və informasiya təhlükəsizliyi tərəfini belə deyək, xüsusi rabitə özü təmin edir artıq. Yəni orada kriptoqrafiya ilə bağlı ediləcək hər hansı bir belə deyək, peşə və sahə yoxdur Dövlət Təhlükəsizlik Xidmətində.
Hərbi Kəşfiyyat Baş İdarəsində Müdafiə Nazirliyinin müəyyən qədər lazım ola bilər. Ancaq orada da çox belə deyək, baza səviyyədə istifadə olunur kriptoqrafiya. Yəni əsas sadaladığım 3 qurumda və əlavə olaraq Azərbaycan Respublikası Prezidenti yanında dövlət sirrinin qorunması üzrə idarələrarası komissiya var ki, həmin qurum birbaşa adından göründüyü kimi dövlət sirrinin qorunması, həmin qurum birbaşa kriptoqrafiya ilə məşğuldur bizim keçdiyimiz dərin səviyyədə. Ancaq onların da işləri belə deyək, ümumiyyətlə məlumatın 2 növü vardır, 2 xassədə olur məlumat, passiv və aktiv məlumat. Aktiv məlumat daim mübadilədə olan A-dan B-yə göndərilən, B-dən A-ya geri göndərilən məlumat aktiv məlumat. Passiv məlumat isə məxfiçiliyi daha yüksək olan məlumatdır. Ancaq həmçinin məlumat qalıcıdır, yəni ötürülmür. A-dan B-yə göndərilir, B-dən A-ya geri göndərilmir ki, həmin qurum daha çox passiv məlumatlar, yəni adından gördüyü kimi, daha çox dövlət arxivlərinin qorunmasıdır, o arxiv məlumatlarının şifrələnməsindən məşğuldur. Yəni bu qurumlarda əsas kriptoqrafiya ilə bağlı dar çərçivədə, bəli. Bəli, dar çərçivədə, ancaq dar çərçivədə olmaqla öz daxilindən yetəri qədər geniş olan bir sahələrdir. Şübhəsiz. Daha dəqiq desək, dərin. Mümkün, yəni daha dərin və müəyyən bir çərçivədə olan. Həsən bəy, kriptoqrafiya elmini, bu sahənin adamını belə ən sadə dildə tamaşaçı üçün 3-5 kəlmə ilə necə ifadə edirsiniz? Ən sadə şəkildə ilk öncə deyərdim, ümumiyyətlə kriptoqrafiya belə deyək, təsvir eləsək, sualınız belədir ki, yəni bir kriptoqrafiya 3 sözlə necə ifadə etmək olar? Birinci səbirli, ikinci məntiqli, çünki səbr, məntiq əsas faktorlardır. Üçüncü deyə bilərik klassik. Klassik o demək deyil, klassik geyimdə. Klassik belə deyək, klassik üslub, klassik naturada olan insan, məsələn, klassik musiqi dinləyən insanlar, bunları biz niyə sinxronlaşdırırıq və bunları niyə biz artıq bu gedir biraz insan psixologiyasına. Məsələn, klassik insan və klassika insanı daha çox overthinking deyirlər, daha çox düşünən, daha çox dərin düşünən, daha çox belə məsələn hər kəs klassika dinləyə bilmir. Çünki klassika çox səbir tələb edən o melodiyalarını, notların hər birini dinləyə bilmək. Yüksək zövq və nəcib dəyərlər. Bəli, çox səbir tələb edir ki, kriptoqrafiya özü də belə bir sahədir. Yəni orada bizim yazdığımız, atdığımız hər bir addım və sondakı o nəticəni gözləyəcəyimiz məqam ki var, özü böyük səbir tələb edir. Və hər ikisi də düşündürən sahələrdir. Həm klassik, məsələn, musiqi dinləyən insan və ya klassik düşüncə tərzinə sahib olan insanla kriptoqraf şəxsən bunu özümdən və bu sahədə çalışan şəxslərdən görürəm. Maraqlı bir sual verəcəm sizə. Siz masonsuz. Bilirsiniz niyə? Çünki indi mən masonsuz sualını gəlin bu formada qoyaq da, belə tamaşaçı üçün də aydın olsun. Həm də siz belə daha yaxşı təəssürat formalaşsın ki, konkret olaraq nəyi soruşmaq istəyirəm. Masonlar əslində bu bir sirli bir cəmiyyət deyil, mistik bir cəmiyyət deyil, amma bir rəsmi siyasi bir təşkilat da deyil. Sosiallaşmış bir şəbəkə, bir networkdur. Və əsasən müasir mənada bir 18-ci əsrdən bəri başlayan, təbii ki, daha qədimlərə getmiyorlar, amma 18-ci əsrdən başlayıb bu mənada söhbət mason. Çünki əgər bu sadə belə avam cəmaatın bildiyi konspiroloji ifadə ilə masonluqdan getmir söhbət. Yəni onlar bu bildiyimiz mənada siz masonsuz. Belə deyək də, ümumiyyətlə bayaq vurğuladınız ki, masonluq rəsmi bir təşkilat olmasa da, ancaq masonluq rəsmi bir təşkilatdır. Tam olaraq hər bir demək, bir çox ölkə tərəfindən qəbul edilmiş bir cəmiyyətdir ki, Azərbaycanda da masonluq illər əvvəl artıq qeydiyyatdan keçib. Çox üzr istəyirəm. Mən rəsmi deyəndə siyasi fəaliyyət nəzdində deyirəm. Yəni hansısa bir siyasətçi mason ola bilər. Təbii ki, ola bilər. Amma bu masonluğun həmin siyasi fəaliyyəti göstərdiyi anlamına gəlmir. Bəli. Bu mənada rəsmiyyət deyirəm. Təbii ki, bir təşkilat, bir qurum, bir dərnək, o mənada demirəm. Aydın məsələdir. Hər şeydə bir rəsmiyyət var. Bu geyimimizin özündə belə bir rəsmiyyət var. Mən yəni siyasi partiya kimi konkret bir istiqamətdə fəaliyyətdən fəlsəfi mənada daha doğrusu. Bu mənada deyirəm ki, rəsmi deyil. Baxın, masonluq fəlsəfi belə deyək, ümumiyyətlə fəlsəfə üzərində düşünən kişilərdən ibarət bir cəmiyyətdir. Masonluq biz Bəli, mən də bu kontekstdə biz masonluq ümumiyyətlə yaranma tarixlərini nəzər salsaq görərik ki, masonluq ilk başlarda operativ masonluq adlandırılan qoldan başlayıb fəaliyyətə. Operativ masonluq nə deməkdir? Freemasonry, ümumiyyətlə ingiliscədə biz Freemasonry, azad bənnalar, yəni daş ustalarından gedir burada söhbət. Ki onların yayılma dövründə ümumiyyətlə yaranma 15-16-cı əsr daş yonanlar. Əsas bilinən tarix 1717-ci ilə gedir. Qüdsdə Süleyman peyğəmbərin məbədinin tikilməsi zamanı Hiram usta, Hiram Abif ustanın belə deyək, ətrafında toplaşan bənnalardan gedir söhbət ki, o dövrlərdə bunlar daş ustaları olub.
Və masonluq erkən dövrlərdə sadəcə operativ masonluq kimi, yəni daş ustalarından ibarət bir kişilərdən qurulmuş cəmiyyət olub. Ancaq biz sonralar görürük ki, masonluq spekulyativ masonluq kimi bir ikinci qola bölünür. Artıq spekulyativ dediyimiz hissəsi onun fəlsəfi düşünən, ezoterik addımlar atan, ümumiyyətlə elitizm məsələn. Bəli, ümumiyyətlə elita oradan başlayır əslində. Elita belə deyək, ezoterizm, burada artıq fəlsəfə, qaranlıq psixologiya və yaxud okkultizmlə məşğul olur masonlar. Müəyyən səviyyədə indi biz bunu intellektual dərinlik və bəli, intellektual dərinlik ümumiyyətlə insanın mənəviyyatının yüksəldilməsi, insanın öz daxili mənini kəşf etməsi və sair kimi masonluq fəaliyyətlərlə məşğuldur ki, bunlarla yanaşı biz burada sadəcə bunları bildirməyəcəyik. Həmçinin masonluq qəbul etdiyi kişinin həm maddi, həm mənəvi olaraq bir məqama çatmış şəxsləri qəbul edir. Yəni masonluq bir tək bildirmir ki, biz fəlsəfi və psixoloji olaraq yüksək səviyyəyə çatmış insanları qəbul edirik. Ora qəbul olmaq üçün, ümumiyyətlə qəbul almaq üçün illik limit var, müəyyən bir məbləğ var ki, illik o qədər gəlir olan şəxslər ora üzv ola bilər. Yəni burada məsələ bir tək nə fəlsəfi deyil, nə başqa məsələlər deyil. Çünki yəni hər tərəfli tənzimlənir. Yəni qısaca masonlar deyirlər ki, biz öz cəmiyyətimizə maddi və mənəvi rifaha çatmış şəxsləri qəbul edirik. Sualın konkret cavabı siz masonsuz ya yox? Xeyr. Xeyr, deyilsiniz. Yox, əslində mən də simvolik verdim sualı. Çünki masonlar mason olduqlarını, heç bir mason olduğunu qəbul eləmir. Mən sualım belə deyək, simvolik xarakter daşıyırdı. Əslində əfsuslar olsun ki, insanlar masonluğu çox konspiroloji dəyərləndirirlər. Qulaqdan dolma məlumatlarla və ya bunun hansısa başqa bir kontekstdəki fəaliyyətlər üzrə, amma bizim bildiyimiz, yəni həqiqi masonluq nədir? O kontekstdə mən sizə simvolik bir sual verdim. Siz yəni masonlar da mən masonam demirlər belə. O barədə yəni narahatçılığa ehtiyac yoxdur. Təşəkkür edirəm Həsən bəy. Xoş gəldiniz. Maraqlı məlumatlar verdiniz. Son olaraq əlavə etmək istədiyiniz nəsə varsa buyurun. Gənclərə tövsiyəm budur ki, ilk öncə özünüzü kəşf edin. Çünki bütün kəşfləriniz məhz bundan sonra başlayacaq. Bəli. Təbii ki, bu çox önəmlidir. Ambisiyalı olur onda insan. Bir hədəf olur və o hədəfə getmək üçün bəzən insan sırf o hədəfə çatsın deyə hər şeyi qurban verə bilir. Yetər ki, getsin ki, tarix belə şəxsiyyətlərlə doludur. Gələn rubrikamız yeri gəlmişkən çox maraqlı olacaq. Hamıya xitab edən mövzudur, hər kəsin öyrənmək istəyəcəyi mövzudur. Mən bəlkə də ola bilsin elə siz Şahin bəylə atanızla gəldiniz. Məncə elə daha maraqlı olur. Alınsa mən istərdim ki, elə Şahin bəy də burada olsun. Belə üçlü əyləşək bu mövzunu müzakirə edək. Çox maraqlı bir mövzu. İndidən yəni anonsunu verirəm ki, bizi izləmədə qalın. Çox maraqlı bir mövzu ilə gəlirik. Hansı ki, başqa yerdə onun podkastını yəqin ki, Azərbaycanda o mövzuda podkast yoxdur. Xeyr, yoxdur. Azərbaycanda o mövzuda podkast yoxdur. Və biz o podkastı edəcəyik. Şahin bəylə və Həsən bəylə birlikdə mütləq yəni o podkastı izləməlisiniz. Ona görə də bizi izləmədə qalın. Növbəti rubrikamızda artıq Həsən bəy o mövzunu belə dərindən sizlə işləyərək. Bəli. Bir daha təşəkkür edirəm. Sağ olun, görüşənədək. Bu günlük bu qədər.